67 yaşlı Sinqapurlu Teong-min ikinci ailəsini 30 il birinci həyat yoldaşından gizlədib, onun eşq macərası üzə çıxdıqda məhkəmə qarşısına çıxarılıb. Təqsirləndirilən şəxs 1980-ci ildə orta məktəb sevgilisi ilə evlənib və daha sonra 2 uşaq atası olub. 15 il sonra o, Malaziyanın Saravak şəhərində başqa bir qadınla gizlicə evlənib və daha 2 uşaq atası olub. Onun ilk həyat yoldaşı həqiqəti yalnız 2025-ci ildə İmmiqrasiya və Sərhəd Mühafizə Agentliyi tərəfindən ona qarşı başlanan istintaq zamanı öyrənib. O bu xəbərdən şoka düşüb və indi evliliyə son qoymaq niyyətindədir. Qeyd olunur ki, kişi məhkəmədə tövbə edib və azadlığa çıxdıqdan sonra ən yaxşı ailə başçısı olacağına söz verib. Min son ifadəsində qanuna sadiq qalacağıma və ola biləcəyim ən yaxşı ata, baba və ailə üzvü olacağıma söz verirəm. Ömrümün qalan hissəsini uşaqlarım və nəvələrim üçün təvəzzökarlıq, dürüstlük və məsuliyyət nümunəsi göstərməyə həsr etmək istəyirəm deyə o bildirib. Nəticədə məhkəmə Sinqapurluya 1 il 5 ay həbs cəzası verib.